Hansısa bir problemlə siz üzləşəndə, bir sıxıntı ilə üzləşəndə və yaxud da bir neçə yerdən siz yox cavabı aldınız. İlk yaranan sizdə fikir, hiss nə olur? Qəm dəryasına batıram. Qəm dəryasına batırsınız. Yəni ağlamaq, sıxılmaq, hansısa bu narahatçılıqlar sizdə yaranır da, düzdür? Yox, ağlamaq yox, amma ancaq sıxılırsınız. Vaqif Bayatlı deyir ki, mən zalım adam. Daha sən də ağladanmazsan məni. Mən zalım adamam kamansa. Yaxşı, ağlamaq olmaz. Ancaq bir qəm, bir narahatçılıq, bir sıxıntı yaranır da, düzdür? Yəni bu halınız bir 20 il əvvəlki Mail Yaqubun halı ilə nə qədər fərq eləyir? Yəni 20 il əvvələ qayıtsaq, 20 il əvvəlki Mail Yaqub bir problem, bir sıxıntı ilə qarşılaşanda o vaxtki bədbinliyi, naümidliyi indikindən daha az idi, yoxsa daha çox idi? Məsələn, tələbəlik dövründə yağış yağanda, payızda, mən sıxılırdım, darıxırdım. Amma indi çox sevirəm yağışı. Payızı çox sevirəm. Payızı çox sevirəm. O deyir, pəncərədən baxan adam yağış yağanda, yerə baxanda palçıq görür, göyə baxanda deyir, göy qurşağı görür, nəyə baxırsa ondan deyir, halı dəyişir də. Gözəl, gözəl. Bəli, amma Rövşən müəllim, siz dediyiniz kimi dəyişib əlbəttə. Dəyişib. Yəni, bu onu göstərir ki... Yəni, ustalaşır da insan münasibəti o problemlərə. Get-gedə püxtələşir və bizi püxtələşdirən əslində o düşüncələrimizdir, bir də ideologiya. Çünki sizin psixogenləriniz dəyişməyib, fizioloji olaraq da yaşla bağlı müəyyən dəyişikliklər gedir, ancaq inkişafa doğru getmir də, düzdür. Sizi dəyişən və əvvəlki daha depressiv, daha bədbin və hadisələrə daha neqativ münasibət göstərən Mail Yaqubdan indi daha pozitiv formaya salan nədir? İdeologiyadır, həyat fəlsəfəsidir, bir də iradədir.